özelleştirme çeklerini satmayıp 29 yıldır ümitle saklayan bacılar ve kardeşlere, deputatlara ve halkımızın bütün gayretli oğullarına ve kızlarına müracaatı təqdim edirəm. Dostlar, tezliklə ali məhkəmə olacaq. Bəs biz nə etməliyik? Xahiş edirik, diqqətlə qulaq asın və paylaşın. Rəy yerində öz fikirlərinizi və öz sözlərinizi yazın. Hüquqşünas və iqtisadçı alimlərin dediyi kimi, qanunla hər özəlləşdirmə payı maddi dəyəri olan əmlak payına bağlıdır və qanunla inflyasiyadan qorunan olduğundan bugün üçün ən azı 40 min manat dəyərində səhm payı düşür. Mülkiyyət hüququ olan özəlləşdirmə payları verilən zaman qüvvədə olan qanunla bütün özəlləşdiriləcək orta və iri müəssisələrin 65%-nin dəyərinin ödənilməsi ancaq özəlləşdirmə çekləri ilə aparılmalıdır. Qanunla qoyulmuş bu qayda və hüquq sonradan konstitusiyaya zidd olaraq dəyişdirilə bilməz. Dostlar, bilin ki, qanunla gec və ya tez ancaq SOCAR özəlləşdirilərsə, onun səhmlərinin 65%-nin dəyəri çeklərlə əvəzlənməlidir. Vətəndaşlarda qalan 1.500.000 özəlləşdirmə payının hər birinə qanunla ən azı 40 min manat dəyərində səhm payı düşür. Azərbaycan İnvestisiya Holdingində özəlləşdirməyə açıq olan onlarla belə dövlət əmlakları var. Bundan başqa xarici və yerli şirkətlərə icarəyə verilmiş dövlət əmlakları da gələcəkdə özəlləşdiriləcək. Yəni, hüquqşünas alimlərin də dediyi kimi, dövlət qanunla zəmanət verdiyi özəlləşdirmə çeklərinin inflyasiyadan qorunan maddi ekvivalent dəyəri bugün dövlət komissiyası yaradılaraq hesablanarsa, bəlkə də 100 min manat olar. Qanunla əgər özəlləşdirmə çekləri dövlət tərəfindən qanunvericiliklə dövrədən çıxarılmayıbsa, özəlləşdirmənin çeklərsiz aparılması xalqa qarşı cinayətdir. Qanunla özəlləşdirmə payının pul və ya dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri formasında verilməsindən asılı olmayaraq, özəlləşdirmə paylarından istifadə edə bilməyən vətəndaşlar, dövlət investisiya fondları yaradılanda öz paylarını bu fonda qoyaraq hər il dividend almalı idi. Hətta mərhum prezident Heydər Əliyev 1996-cı ildə öz çıxışlarında xalqımıza söz verdi və vəd etdi ki, 5, 10, 15, 20 il keçsə də hər bir vətəndaş öz əmlak payını almalıdır. Çünki bu ata-babalarımızın qanı, canı və bizim əziyyətimiz hesabına qurulmuş dövlətdən düşən miras mülkiyyət payıdır. Bu mülkiyyət hüququ Heydər Əliyevin və dövlətin həmin dövrdə qəbul etdiyi qanunlarda 450 nömrəli fərmanla təsdiq olunmuş özəlləşdirmə payları barədə əsasnamədə və konstitusiyada öz əksini tapıb. Bildiyiniz kimi, dövlət özəlləşdirmə çekləri qanunla verilib. Mülki məcəllədə mülkiyyət hüququ verən qiymətli kağız olduğu açıq-aydın yazılıb. Bu isə o deməkdir ki, sonradan qəbul olunan heç bir qanun və ya fərman bu çeklər verilən zaman qüvvədə olan qanun qaydalarını konstitusiyaya zidd olaraq nə məhdudlaşdıra, nə də ləğv edə bilər. Bildiyiniz kimi 700 adamın iddiası və 3500 adamın 3-cü şəxs kimi iştirak etdiyi məhkəmə işi ali məhkəmədə baxılması üçün göndərilib. Bakı İnzibati və Apellyasiya məhkəmələri qərəzli şəkildə heç bir sənəd və hüquqi fakt olmadan Əmlak Komitəsinin şifahi sözü əsasında 2011-ci ildə özəlləşdirmə çeklərinin dövrədən çıxarıldığını və bu səbəbdən vətəndaşların bir illik kompensasiya tələbi üçün vaxtın keçdiyini yazaraq iddianı qəbul etməyiblər. Bütün xalq bilir ki, bu belə deyildir. Çünki qiymətli kağızların dövrədən çıxarılmasına əvvəllər qanunvericiliklə cavabdeh olan ali dövlət orqanlarının, həm qiymətli kağızlar komitəsinin, həm də Maliyyə Nəzarət Palatasının rəsmi sənədlərində 2017-ci ilə qədər özəlləşdirmə çeklərinin dövriyədə olduğu, dövriyədən çıxarılması qaydaları hələ hazır olmadığı üçün özəlləşdirmə çeklərinin gələcəkdə dövriyədən çıxarılacağı barədə hüquqi faktlar öz təsdiqini tapıb və bu sənədlər məhkəməyə də təqdim olunub. Dostlar, çox adam, hətta bəzi hüquqşünaslar dövriyyə, tədavül və tədiyyə nə olduğunu hələ də bilmir. Dövriyyəyə buraxılma hər hansı mülkiyyət hüququ verən daşınar və ya daşınmaz əşyanın, o cümlədən qiymətli kağızların istehsal olunaraq əvəzli və ya əvəzsiz olaraq verilməsidir. Məsələn, pullar dövriyyədə tədiyyə ödəmə vasitəsidir. İstiqrazlar isə dövriyyədə tədavül vasitəsidir. Yəni, satıla və banka girov qoyula bilər. Diqqət edin, özəlləşdirmə paylarının, çeklərinin başqa qiymətli kağızlardan üstün sənəd cəhətlərindən biri odur ki,
çeklərin dövriyyədə həm tədavül, həm də ödəmə təhdiyə vasitəsi kimi istifadə olunması birbaşa qanunla tənzimlənib. Diqqət edin, özəlləşdirmə payları çekləri qanunla 3 illik tədavül vasitəsi idi. Yəni, bu 3 ildə çeklər satıla və bankda girov qoyula bilərdi. Bu, ən çox investorlar üçün maraqlı idi. Ancaq çeklərini satmayan vətəndaşlar və investorlar üçün qanunla bütün özəlləşdiriləcək orta və iri müəssisələrin 65%-nin dəyərinin ödənilməsi zamanı çeklər bütün özəlləşdirmə dövründə müddətsiz olaraq ödəmə təhdiyə vasitəsi idi. Özəlləşdirmə qanununun icrası üçün Heydər Əliyevin imzaladığı və bugün də qüvvədə olan özəlləşdirmə çekləri haqqında əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə ödəmə vasitəsi kimi çeklərin qəbulundan imtina etmək qəti qadağan olunur. Yəni, tədavül vasitəsi kimi çeklərin dövriyyədə istifadəsi qanunla dayandırıla bilər. Ancaq qanun bu halda özəlləşdirmə paylarının yenə də dövriyyədə qalmasını və ödəmə tədavül vasitəsi kimi bütün özəlləşdirmə dövrü üçün istifadəsini birbaşa tənzimləyib. İmperativ qayda olaraq özəlləşdirmə zamanı istifadə olunmayan özəlləşdirmə payları qanunla ancaq və ancaq dövlət tərəfindən yaradılacaq investisiya fondlarına qoyularaq dövriyyədən çıxarıla bilər. Mərhum Heydər Əliyev vəfatından sonra Prezident İlham Əliyevin etibarından sui-istifadə edən oliqarx məmurlar 2004-cü ildə ilk dəfə olaraq qanun qüvvəsində olmayan fərmanla güya özəlləşdirmə çeklərindən istifadə müddətini artırmaq adı ilə ödəmə təhdiyə vasitəsi kimi müddət qoydular. Yəni, dövlət cinayəti edilərək özəlləşdirmə payı olaraq mülkiyyət hüququnu təsdiq edən və dövlət investisiya fondları yaradılana qədər bütün özəlləşdirmə dövrü üçün dövriyyədə ödəmə vasitəsi kimi istifadəsi qanunla qorunan bir qayda konstitusiyaya tam zidd olaraq 2004-cü ildə 75 nömrəli fərmanla məhdudlaşdırılaraq sonradan ləğv olundu. Bu isə konstitusiya qanunlarının və beynəlxalq insan hüquqlarının çox kobud pozuntusudur. Burada xüsusi bir qeyd də edim ki, vətəndaşların, deputatların və məhkəmənin bilməsi vacib olan iki şey var. 1. Konstitusiya və qanunla mülki məcəllədə maddə 153.3 əmlakın fiziki və hüquqi şəxsin mülkiyyətində Azərbaycan Respublikasının dövlət və ya bələdiyyələrinin mülkiyyətində olmasından asılı olmayaraq, əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi, ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Eyni zamanda, bu ikinci bənddir, eyni zamanda konstitusiyaya əsasən heç bir fərman mülkiyyət hüququndan istifadəni, yəni qanunla dövlət qiymətli kağızı olan özəlləşdirmə çeklərindən bütün özəlləşdirmə dövründə təhdiyə ödəmə vasitəsi kimi istifadəsini dayandıra bilməz. 15 ildir ki, özəlləşdirmə qeyri-qanuni şəkildə aparılır. Çünki bugün qüvvədə olan özəlləşdirmə qanununun 10-cu maddəsi ilə özəlləşdirmə çekləri ödəmə vasitəsi hesab olunur. Əziz dostlar, əsas məsələ odur ki, tədavül və təhdiyə vasitəsi kimi özəlləşdirmə çeklərinin istifadəsi zamanı da, istifadəsi fərmanla da olsa, başa çatandan sonra qanunların, konstitusiyanın və mülki məcəllənin qoyduğu qaydalara uyğun olaraq bu çeklər qiymətli kağız kimi kompensasiya ödənilərək dövriyyədən çıxarılmalı idi. Bütün məhkəmələrdə vəkillər hüquqi faktlarla qanunla qiymətli kağızların dövriyyədən çıxarılması qaydalarının hazırlanmasına və dövriyyədən çıxarılmasına nəzarətə cavabdeh olan ali dövlət orqanlarının rəsmi sənədlərinə əsaslanaraq çeklərin hələ də dövriyyədə olduğunu təsdiq etdilər. Buna baxmayaraq, hakimlər ədalətsizlik edərək öz vəzifələrini şərəf və ləyaqətlə yerinə yetirmədilər. Onlar Əmlak Komitəsi nümayəndəsinin heç bir rəsmi sənədə əsaslanmadan şifahi sözü ilə deyilmiş bir yalana hüquqi qüvvə verməyə çalışırlar. Ən əsası isə məhkəmələrin köməyi ilə oliqarx məmurlar öz cinayətlərini cənab prezidentin üstünə atmaq istəyirlər. Məhkəmədə Əmlak Komitəsi nümayəndələri çekləri prezident dövriyyədən çıxarıb deyirlər. Cənab prezident öz fərmanında 2011-ci il 1 yanvara qədər istifadə olunmayan çeklər dövriyyədən çıxarılır yazmayıb. O açıq aydın qanunvericiliklə dövriyyədən çıxarılır yazıb. Hakimlər qanunvericiliyi saymayaraq, fərmanı xaincəsinə
öz istədikləri kimi, yəni çekləri prezident dövriyyədən çıxarıb kimi yozması, heç bir hüquqi fakta və sənədə əsaslanmadan şifahi olaraq deyilmiş yalan əsasında çıxartdığı qərar açıq aydın cənab prezidentə və xalqa qarşı düşmənçilikdir. Bu, prezidentin adına şərəf və ləyaqətinə ləkə salmaq istəyən oliqarx məmurların dövlət xəyanətidir. Bu, oliqarx məmurların xainliyi və niyyəti ondan ibarətdir ki, uzun illərdir xalqın onlara qarşı olan nifrətini, söyüş və qarğışlarını cənab prezidentin üzərinə yönəltsinlər. Biz müzəffər Ali Başkomandan kimi cənab prezidenti sevdiyimiz və inandığımız üçün belə fikirləşirik. Ümid edirik ki, ali məhkəmədə qeyrətli və vicdanlı hakimlər var və onlar ədaləti bərpa edəcək və bu qanunsuzluğu aradan qaldıracaq. Cənab prezidentə düzgün məlumat veriləcək. Dostlar, ali məhkəmədə indi deyəcəyim suallara rəsmi cavab olmadan qərar qəbul edərsə, bu artıq həm cənab prezidentə, həm də xalqa qarşı cinayətdir. Bu, Azərbaycan tarixində ən böyük dövlət cinayət kimi yadda qalacaq. Heç bir məhkəmə iki ali dövlət orqanından suallara aydın cavab almadan şifahi sözlə qərar qəbul edə bilməz. Bu, cinayətdir. Əmlak məsələləri dövlət xidməti məhkəmələrdə vermiş, lakin cavabsız qalan bu iki sualın cavabını mütləq verməlidir. 1. Dövlət özəlləşdirmə çeklərinin emitenti kimi əmlak məsələləri dövlət komitəsi tərəfindən özəlləşdirmə qiymətli kağızı olan dövlət özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılması üçün qanunvericiliklə səlahiyyətli dövlət orqanı olan Azərbaycan Respublikası Mərkəzi Bankına və ya əvvəllər buna səlahiyyətli olan Azərbaycan Respublikası Dövlət Qiymətli Kağızlar Komitəsinə yaxud Azərbaycan Respublikası Maliyyə Bazarlarının Nəzarət Palatasına rəsmi müraciət edibmi və nə vaxt edilib? İkincisi, əgər özəlləşdirmə çekləri dövriyyədən çıxarılıbsa, bu zaman hər özəlləşdirmə çekinə düşən kompensasiyasının miqdarı nominal olaraq neçə manat qoyulmuşdur? Bütün vətəndaşlar gözəl bilir ki, bunların heç biri olmayıb. Bu səbəbdən də Əmlak Komitəsi nümayəndələri məhkəmələrdə bu suallara cavab verməkdən imtina etdilər. Biz məhkəmələrdə təsdiq edirik ki, özəlləşdirmə çekləri prezidentin öz fərmanında yazdığı kimi qanunvericiliklə dövriyyədən hələ də çıxarılmayıb. Eyni zamanda məhkəmələrdən xahiş və tələb edildi ki, əgər vəkillərin sizə təqdim etdiyi iki ali dövlət orqanının rəsmi sənədlərinə inanmayırsınızsa, qiymətli kağızların dövriyyədən çıxarılmasına dair dövlət adından nəzarət edən və qaydalarını hazırlayan Mərkəzi İcra Hakimiyyəti orqanı olaraq Mərkəzi Bankdan bu 7 suala cavab aldıqdan sonra qərar verin. Birinci sual. Azərbaycan Respublikasının Mərkəzi Bankı və ya əvvəllər buna səlahiyyətli və cavabdeh olan Azərbaycan Respublikasının Dövlət Qiymətli Kağızlar Komitəsi yaxud Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən dövlət özəlləşdirmə çekləri dövriyyədən çıxarıldı mı? İkinci, əgər dövriyyədən çıxarılıbsa, bu hansı tarixdə, hansı normativ hüquqi akta, normativ xarakterli və qeyri-normativ xarakterli akta əsasən həyata keçirildi? 3. Əgər dövriyyədən çıxarılıbsa, bu zaman hər özəlləşdirmə çekinə düşən kompensasiyanın miqdarı nominal olaraq neçə manat qoyulmuşdur? 4. Azərbaycan Respublikası Mərkəzi Bankının arxivində qiymətli kağızların dövlət reyestrində dövlət özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılması barədə müvafiq qeydlər mövcuddurmu? 5. Əgər dövriyyədən çıxarılıbsa, dövlət özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılması haqqında məlumat qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlər edildiyi gündən 7 iş günü müddətində rəsmi məlumat kütləvi informasiya vasitələrində dərc olunubmu? 6. Azərbaycan Respublikasının Mərkəzi Bankı və ya əvvəllər buna səlahiyyətli və cavabdeh olan Azərbaycan Respublikası Dövlət Qiymətli Kağızlar Komitəsi yaxud Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qanunvericiliyə uyğun olaraq hazırlanmalı olan dövlət özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılması qaydaları mövcuddurmu? 7. Dövlət qiymətli kağızları haqqında bütün məlumatlar dövlət əhəmiyyəti daşıyır və qanunla qorunur. Əgər özəlləşdirmə çekləri dövriyyədən çıxarılıbsa, bu zaman hər özəlləşdirmə çekinə düşən kompensasiyanın miqdarı nominal olaraq neçə manat qoyulmuşdur? Dostlar, paylaşın ki, hamı bilsin. Beləliklə, haqqı və ədaləti bərpa edək. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının sədri cənab İnam Kərimova müraciət edin. Bu suallara cavabı məhkəmələr Əmlak Komitəsindən
və Mərkəzi Bankdan mütləq tələb etməli idi. Ancaq qanunsuzluq edərək etmədilər. Dostlar, bugün nə etmək lazımdır? Siz hərəkət etməsəz, öz-özünüzə kömək etməsəz, deputatlara müraciətlər etməsəz, bu oliqarx məmurlar sizin haqqınızı yeyəcəklər. Öz deputatlarınızdan xahiş edin, bu cinayətə göz yummasınlar, sizə və xalqa dəstək olsunlar. Xahiş edin, öz borclarını ləyaqətlə yerinə yetirsinlər. Cənab Prezidentin adına ləkə salmaq istəyənləri, xalqın prezidentə olan sevgisini nifrətə çevirmək istəyənləri ifşa etsinlər. Cənab Prezidentə düzgün məlumatı çatdırmağa yardım etsinlər. Biz inanırıq ki, Prezident heç vaxt atasının xalqa vədini, konstitusiya və qanunları pozmaz. Çünki bu, xalqa və dövlətçiliyimizə qarşı cinayətdir. Bu işi ancaq Prezidentin etibarından sui istifadə edən məmurlar edə bilər. Əgər ali məhkəmədə ədalətsizlik edərsə, vətəndaş olaraq hamı Avropa məhkəməsinə şikayət etmək məcburiyyətində qalacaq. Dostlar, çox maraqlıdır ki, əvvəllər hamı Kərəm Həsənovu söyürdü. Ancaq özəlləşdirmə çekləri qrupunun ağsaqqalları 15 aprel 2025-ci ildə prezident aparatında onun qəbulunda olanda o açıq aydın bir mesaj verərək vətəndaşların qanunla haqlı olduğunu izahını vermişdir. Demişdir ki, əgər özəlləşdirmə çekləri qanunvericiliklə dövrədən çıxarılmış olsaydı, o zaman bu çeklər 100 minlərlə insanın evində sağ-salamat qalmazdı. O demişdir ki, dövrədən çıxarılan qiymətli kağızlar qanunla mütləq şəkildə məhv edilməli idi. Eyni zamanda, əgər çeklər qanunvericiliklə dövrədən çıxarılsaydı, heç olmasa bu vaxta qədər bir-iki vətəndaş kompensasiya almış olardı. Gec də olsa, Kərəm müəllim sağ olsun, vətəndaşların tərəfində olduğunu deməyə çalışıb. Ancaq maraqlı bir olan odur ki, bəs o kimdən qorxur ki, bu cinayət barədə nə cənab prezidentə, nə də xalqa bu həqiqətləri açıb deyə bilmir? Dostlar, qədim kitablarda yazırlar ki, eyni vaxtda 40 adam tam ürəkdən 40 gün eyni duanı edərsə, bu hadisə mütləq baş tutur. Ancaq sizdən xahiş edirik, qarğış duası yox. Gəlin hələlik alqış və kömək duası edək. Qoy cənab prezident özəlləşdirmə çekləri barədə olan haqsızlıqlardan tam xəbər tutmasına Allah özü kömək olsun. Dostlar, məsələ tək dualıq da deyil. Hər birimiz aktiv olmalıyıq. Deputatlarımızın ürəkli, qeyrətli, ədalətli olmağını arzu edək. Ancaq mütləq hər birimiz aktiv şəkildə öz deputatından Məhkəmə Hüquq Şurasının sədri cənab İnam Kərimova müraciət etməsini və cənab prezidentə xəbərin çatmasından yardımcı olmamasını, Milli Məclisdə bu barədə müzakirələrə başlamalarını xahiş və tələb edək. Bu videonu da ona təqdim edin. Sizdən hərəkət, Allahdan bərəkət. Paylaşın və deputatlarınıza müraciət edin, dostlar. Hər bir deputatın ailəsində, dostları və qohumları arasında dövlətə, qanunlarımıza və Ulu Öndər Heydər Əliyevə inanaraq özəlləşdirmə çeklərini satmayı ümidlə saxlayanlar var. Ancaq deputatlar siz onlara müraciət etməyincə bu barədə danışmağa qorxurlar. Bəziləri isə hüququ, qanunları və konstitusiyanı bilmədikləri üçün susurlar. Dostlar, Facebookda özəlləşdirmə çekləri qrupundakı və YouTube'dakı özəlləşdirmə kanalında olan bütün məlumatları onlara çatdırmağa çalışın. Öz ürək sözlərinizlə müraciət edin. Xalqına qarşı olan bu cinayətə biraz qalmış əmlak payı haqqına göz yuman deputat ancaq bu xalqın düşmanı ola bilər. Allah böyükdür. Facebookda özəlləşdirmə çekləri qrupunda və başqa qruplarda paylaşın. Hamı paylaşsın. Çünki hər paylaşanda 100 adam görür. İnanırıq ki, siyasi mövqeyindən asılı olmayaraq, xalqını sevən qeyrətli insanlar bizə kömək edəcək. Hər biriniz öz müraciətinizi video kimi çəkib paylaşın. Ümid edirik ki, hamı əziyyət çəksə, səy göstərsə, tezliklə prezidentə düzgün məlumat çatacaq. Bu haqq işində əziyyətli olan hər birinizi, ailənizi və sevdiklərinizi Allah xoşbəxt eləsin. Qanuna və dövlətə inanaraq özəlləşdirmə çeklərini satmayı ümidlə saxlanırlar. Allah köməyiniz olsun. Esselamu Aleyküm və Rəhmətullahi və Bərəkatuhu. Özəlləşdirmə çekləri ilə bağlı yeni ajitaj başlayıb Azərbaycanda. 90-cı illərdə buraxılan bu çeklərin hətta 40.000 manat dəyəri ola biləcəyi ilə bağlı yeni bir təbliğat dalğası yaranıb. Yadımdadır ki, bu çeklər buraxılandan üzü bəri 28 may metrosunun həndəvərində çek bazarı yaranmışdı. Deyəsən, hətta indi də davam edir. O zamanlar da, yəni 90-cı illərin sonunda da bu çeklərlə bağlı
gülməli proqnozlar verilirdi. Yəni, fantastik qiymətlər barədə optimist rəylər yağırdı. Birincisi, bu çeklərin ömrü bitib, mənəvi ömrü bitib. Onlar heç zaman heç nəyə yaramayacaq. Azərbaycanda özəlləşdirmə azad bazar argumentləri olmadan gedir. Özəlləşdiriləcək nəsnələr qalıbsa belə, onlara tamah salanların həmin çekləri əldə etmə imkanları başqalarından daha artıqdır. Yəni, prinsipcə özəlləşdirmə hər hansı obyektin, mülkün, istehsal obyektinin özəlləşdirilməsi mafiya kurallarına uyğun olaraq aparılır. Özəlləşdirmə kimi yox, ələ keçirmə, mənimsəmə şəklində baş verir. Əlbəttə, əgər kimilərsə bu çeklərlə bağlı sadəlöv romantik duyğular bəsləyirsə, belə romantik duyğuları məhv etmək kimi qəddar bir əməlin və niyyətin sahibi olmaq istəməzdim, amma həmin çekləri o zaman dövriyyəyə buraxan Heydər Əliyevin belə o çeklərlə əhalinin mülk sahibi olması kimi bir planı olmayıb. Yəni, özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılması fırıllaq niyyətlərlə baş verib, o qaydada da davam edib, indi də davam edirsə, yenə də fırıllaqçılıq üzərindədir. Əslində, mənə belə gəlir ki, bizim sadəlöv vətəndaşlarımız bu çeklərlə bağlı illüziyaları xoş niyyətlərlə bərpa etməyə çalışırlar. Adamlar ümid edirlər ki, gerçəkdən bunlar nəyəsə yaraya bilər. Ümid axı bütün başqa qapıların, hətta sərhəd qapılarının qapandığı ölkələrdə salamat qalmış çox az saylı argumentlərdən biri olur. İşin bazar və ya qeyri-bazar məntiqini də bir kənara tulluyun. Bir anlıq xəyallardan yox, gerçək istiqamətlərdən mühakimə edin. Əliyevlər istəyərlərmi ki, Azərbaycanlılar mülk, biznes, obyekt, pul sahibi olsunlar? Əliyevlər rəva görərlərmi ki, Azərbaycanlılar azad şəkildə biznes qurub varlana bilsinlər? Əgər bunu istəyərlərsə, o zaman nədən insanların varlanması və özünə güzəran qurması üçün zəruri olan bütün qapıları qapadır, işıq gələn bütün deşikləri qapadırlar ki? Yəni, gerçəkdən hələ də Heydər Əliyevdən miras qalmış hansısa xəlqi planların plan qırıqlarından olduğuna inananlar necə var ola bilir? Bir millətin başına bir sülalə daha hansı oyunları açmalıdır ki, bu sülalənin bu millət üçün heç zaman zərrə qədər də fayda vermək niyyətinin olmadığını anlamaq bu qədər çətin olsun. Əlbəttə, xəyalpərvər həmvətənlərimiz hansısa işbazların at oynatması üçün çek bazarının canlandırılmasında bilmədən iştirakçı ola bilərlər. Həmin adamlar da bunu xoş niyyətlərlə etmiş ola bilərlər, amma bu çeklər üzərində plan qurmaqla nələrsə qazanmaq mümkün deyil, olmuyor və olmayacaq. Mənim mülahizəm budur. Nəyə görə bu məsələni fərqləndirdim? Ona görə ki, son bir ay ərzində 100 nəfərdən artıq insan mənə müraciət edib və həmin insanları cavabsız qoymaq istəməzdim. Həm də insanlarımızın mənasız istiqamətlərə boşuna enerji sərf etməsinə heyvim gəlir. Əliyev ailəsi sizin qazanmaq şansınızın ola biləcəyi heç bir yolu açıq qoymaz. O cümlədən mənəvi ömrünü başa vurmuş bu kağız parçaları ilə qazanmaq imkanlarınızı. Bu sülalə yalnız sizi istismar etmək üçün var. Onların başqa planları yoxdur. Bu yaxınlarda bu özəlləşdirmə çekləri haqqında yayılan söz-söhbətə münasibət bildirmişdim və demişdim ki, cəmaatın başını piyləyirlər. İnsafən ilə cəmaatda da az yoxdur. Ölkənin əhalisinin nəşriyyəti özünü lox yerinə qoyub. Lap elə dünən idi, belə bir video atdılar mənə ki, həyəcanlı başlığından adamın tükləri ürpərirdi. 100 minlər meydanda, nə bilim, daha nələr. Baxıram ki, söhbət özəlləşdirmə çeklərindən gedir. Kimlərinsə əlində hələ qalıbmış və bu çekləri əlində saxlayan 10 minlərlə insan var. Səbəbi mənə məlum deyil. Sonra baxıram ki, bir yığın tanınmış, cəmaata ağıl vermə iddiasında olan şəxslər də var bu zümrənin içində və inadla, israrla gözləyirlər ki, bəs günün birində bu çeklərin vaxtı açıla bilər. Məhkəmə yığışdı, qərar verdi ki, gedin, dağılışın, bu çeklər bir daha dirilməyəcək. Bu məsələnin bir tərəfi, yəni əslində həmin o izdiham da bu məhkəmədən ya gözləntilər üçün, ya da həmin məhkəməyə bir növ əzələ göstərmək üçün toplaşmışdı. Əlbəttə, bunların bir təşkilatçısı planı var. Ola bilməz ki, olmasın. Olsun, yəni, bunda bir işim yoxdur. Təki kimlərsə milləti hansısa maraq qruplarına görə də olsa təşkilatlandırsın, bu sosial vərdiş tamamilə itib getməsin. Amma axı
Sözüm yarımçıq qaldı. Heydər Əliyev bu özəlləşdirmə çeklərini 1996-cı ildə konfet kağızı kimi nəzərdə tutaraq dövriyyəyə buraxdı. O zaman çoxları ümidlə bağrına bastırdı bu çekləri ki, birinin qiyməti $1000 olacaq, $4000 olacaq və s. Ay insanlar deyirdim və həm də yazırdım Azadlıq qəzetində ki, buraxın bu avara ümidlərin başını. Heydər Əliyev Azərbaycanlılara adam başına $1000 pul verməz. Bu nəslin verən əli yoxdur. Azərbaycanlılardan adam başına $10.000 qoparar, yığar, toplayar, amma Azərbaycanlıların hərəsinə və ya ailə başına belə $1000 verməz. İlham Əliyev də onun oğludur və ildə ən azı 4 dəfə hər fəslin əvvəlində bəyan edir ki, Azərbaycanda Heydər Əliyevin idarə etmə üsulu davam edir. Yəni İlham Əliyev də Azərbaycanlılara adam başına $1000 pul verməz, heç $100 da verməz. Alar, necə ki cərimələri artıq qoşa sıfırlarla alır, amma verməz. Buna görə də mən əlində özəlləşdirmə çeklərini sıxıb 30 il saxlayan adamların səbr və inatkarlığı qarşısında baş əyərək bir daha bildirirəm ki, bu inatkarlığı o zaman göstərmək lazım idi ki, Azərbaycanın mal dəyərini bu kağız parçaları ilə simvollaşdırıb əhaliyə konfet kağızı kimi payladılar. İnsanlar da fərqinə varmadılar ki, bu kağızların içində heç konfet də yoxdur, eləcə kağızdır. Azərbaycan boyda ölkənin bütün müəssisə və təsisatlarını bu kağızlara bürüyüb aldılar, kağızları soyub cəmaatın üstünə atdılar ki, bunları bərk-bərk saxlayın, nə zamansa Allah əvəzini verəcək. Yoxdur bu söhbət. Əvvəlindən yox idi və ola bilməzdi. Bu kağızların üstündə Heydər nəfsi zərb olunub və onlardan bərəkət gözləmək yayın cırhacırında böyük səhrada qar yağışını gözləmək kimi bir nəsnədir. Amma ümid etmək istəyirsinizsə, edin də, mən nə deyə bilərəm?